Qəzəb insanın təbii bir hissidir, lakin bu hissə nəzarətsiz olduqda həm özünə, həm də ətrafına zərər verə bilər. İslam qəzəbi tamamilə yasaq etmir, əksinə onu idarə etməyi və ədalətlə yönləndirməyi öyrədir. Ali İmran surəsi 134-cü ayədə buyurulur: Möminlər qəzəblərinə hakim olanlardır. Əsl iman sahibi qəzəbini cılovlamağı bacarmalıdır. Qəzəb əsrinə çevrilən insanın sözləri və hərəkətləri tez-tez haqsızlıq doğurur. Peyğəmbər sallallahu buyurub: Qəzəbini yuxuya getməzdən əvvəl yatıran və ya səbr edən kimsə güclü imana malikdir. İmam Əli əleyhissalam isə buyurur: Qəzəbini cilovlayan insan öz düşmənini belə məğlub etmiş sayılır. Qəzəbə qarşı ən güclü silah səbir və duadır. İnsan qəzəbləndikdə dərindən nəfəs almalı, sözlərini və hərəkətlərini idarə etməlidir. Bu həm şəxsi, həm də sosial sülhün qorunmasına xidmət edir. İslam qəzəbi bastırmağı deyil, onu ədalət və hikmət çərçivəsində yönləndirməyə öyrədir. Çünki qəzəb doğru istifadə edildikdə haqsızlığa qarşı mübarizəyə çevrilə bilər. Qəzəbə hakim olmaq həm də insanın daxili təqvasını göstərir. İnsanın Allah qarşısında məsuliyyətini dərk etməsi, hər hansı bir emosiyanın onu idarə etməsinə imkan verməməsidir. Unutmayaq, qəzəbə qarşı səbir, dua və nəfsin cilovlanması insanı həm ruhən, həm də ictimai həyatda gücləndirir.